Bütün kəşfiyyatı alt üst edən bu pudingi, bu şirniyyatı, bu şokoladlı bombastik dadı mən də hazırlamaq istədim. Gördüyünüz kimi Eti markasından olan piçenyadan istifadə edirik. İçində 2 paçka olanını almışdım. Bir paçkasını ortadan bölürəm. Kənarda isə qaynamağa süd qoymuşdum. İçərisinə kərə yağı atdım və üzərindən piçenyaları əlavə edirəm. Və qorxmayın, qabın balaca olmağından piçenya elə bir şeydir ki, süddə avtomatik əriyir. Və daha sonra şokoladlarımı da bu formada böldüm. Mən bu şokolad növündən istifadə etdim. Çox gözəl dadırdı. İnanın ki, həm doyumculdur, həm ağızda əriyir, həm uşaqlarınız sevəcək, həm özünüz sevəcəksiniz. Bu formada şokoladları da əlavə edəndən sonra üstündən yenə azca qaynar süd əlavə edib blenderdən gözəl formada qəşəng həll etdim. Tamam şokolad kıvamı alıncaya qədər. Daha sonra isə süfrəyə təqdim etdim. Bizdə Miray da sevdi. Mən də sevdim. İnşallah axşam yoldaşım da yeyəcək. Əminəm ki, o da sevəcək. Çünki o belə şeyləri sevir. Alınma pudinglərdənsə bu daha yaxşıdır. Niyə? Çünki həm doyumculdur, tərkibində peçel, yağ, süd var. Həm də vitaminlidir. Bilirsiniz ki, südün, şokoladın insan bədəninə nə qədər faydası var. Səhərlər cəmi 5 dəqiqə vaxtınızı alacaq bir şeydir. Uşaqlarınız süd sevmirsə, bu reseptlə uşaqlarınız həm məktəbə gedərkən doyacaq, həm də sevinəcək.